Mən sizin kimi insanlara kömək elədikcə siz 5 oldunuz, 5 10 oldu, 10 15 oldu. Deyir YouTuber görəsən nə qədər pul qazanır. Bədbəxt. Sizin kimi insanlara təşəkkür eləməlidirlər bunlar ki, məsəl üçün mən sizə atkaz da eləyə bilərəm, düzdür? Ya sizə nə düşüb ki, siz məni bura çağırırsınız? Mən sadəcə olaraq həqiqətən mən də maarifləndirmək cəhətdən şeylədim. Mən onun üçün çağırmışam. Hətta belə deyim də, mən o çətinliyi gördüm, hansı ki mən özüm seçimdə çətinlik gördüm. Və düşündüm ki, izləyicilər üçün də çox maraqlı olar ki, bu insan neynəməlidir, necə seçməlidir maşını, düzgün seçməlidir. Çox vacibdir bu. Burada çünki az puldan rol getmir, yəni millət üçün bu milli problemdir bu. Bizim illik ixalatımız 3 milyarda gəlib. Dərk edə bilirlərmi ki 3 milyard nə deməkdir? Bilirlərmi 3 milyard nə deməkdir? Bilmirlər axı. Getsinlər bizim büdcəmizə baxsınlar. Getsinlər bizim deməli əgər ki bu minvalla getsək, neft fondu bəs eləməyəcək bizim rasxodlarımızı bağlamağa.